Rusiyada yaşayan həmyerlilərimizin nəzərinə bu videonu paylaşın, bəyənin və həmyerlilərimizə göndərin ki, bu məlumatdan xəbərləri olsun. Bəzi Rusiyada yaşayan həmyerlilərimiz patent üzrə burada yaşayanlara aiddir əlbəttə ki, pervoçi qeydiyyata düşmək üçün gedirlər, gecədən otura dururlar FMS-də, Daxili İşlər Naziri kimi tanınır Azərbaycan dilində FMS və orada bu dəqiqə çox acınacaqlı bir vəziyyətdir. Çünki insanlar qanunlaşdırırlar deyə, legalizasiya prosesi gedir deyə, immigrantlar qanunu pozan, burada qeyri-qanuni yaşayan immigrantlar çox olduğuna görə bunların hamısı qanunlaşma prosesindən sui-istifadə edir. Özlərini burada qanuni şəkildə formalaşdırmaq istəyirlər deyə, axın FMS çox olduğuna görə orada çoxlu osurlar olur. Yəni insanlar gecədən orada yatanlar da olur, davalar da olur. Sonra orada amonlar da bir ara ora gəlmişdi, insanları yığıb aparırdı. Yəni bunu niyə eləyirsiniz? Halbuki bəzi insanlar bilmir. Çerez MFC siz rahat şəkildə normal MFC-yə müraciət edə bilərsiniz. Siz harada qeydiyyata düşəcəksinizsə, o rayonun xəcəykan evin yiyəsi ilə gedirsiniz MFC-yə və orada qeydiyyatınıza bir 10 gün qalmış gedin ki, sadəcə 1-2 həftə qalmış gedin ki, rahat şəkildə orada bütün sənədlərinizi ödənilmiş çeklər, zilona kartoçka, yaşıl kart, patentin özü, registrasiya və trudavoy dogovor, iş yerinin icazə kağızı. Bu sənədlərin hamısını götürürsünüz və gedirsiniz MFC-yə və MFC vasitəsilə asan şəkildə normal, o sıra dayanmadan qeydiyyata düşürsünüz. Çox rahat bir şəkildə, yəni gecədən səhərə qədər o sıra durmaq da lazım deyir, orada dava eləmək də lazım deyir, axranlarla orada savaşmaq da lazım deyil. Yəni normal şəkildə, sivil formada gedirsiniz MFC. Mən başa düşmürəm ki, bəzi insanlar bu format rahat bir yolu qoyub, niyə gedib özlərinə orada zülm verirlər, həqiqətən anlaya bilmirəm. Yəqin ki, belə başa düşürəm ki, bəzi insanların xəbəri yoxdur deyə bunu edirlər. Bu videonu izləyən bütün həmyerlilərimizə xahişim olacaq ki, bu videonu maksimal şəkildə bəyənin və paylaşın ki, bütün insanlar bunu görsün. Rahat şəkildə MFC-yə gedirsiniz və bu sənədlər vasitəsilə sizin sənədlərinizi götürürlər və göndərirlər Daxili İşlər Nazirinə, yəni UFMS-ə 1 ya 2 günə əgər sənədləriniz doğrudursa, hər şey qaydasında cavab gəlir, yəni gedib MFC-dən sənədlərinizi götürürsünüz.